görmüsünüz? Hamı görür də bunu. Birdən bir yuxu görürsəniz, 5 aydan sonra görürsən eyni ilə baş verdi. Necə olur bu? Bu hadisə necə baş verir? Bax, o həmən ruhdur ki, zamanı qabaqlayır. Çünki mənəvi aləmdə, o metafizik aləmdə zaman anlayışı yoxdur ki. Gedir, görür, gəlir. Necə ola bilər ki, 10 gündən sonra bir hadisə olacaq, ruh onu indidən görür. Axı indi olmayıb. Hə? Bir şey hələ olmayıb, o necə görür? 10 gündən sonra olacaq. Bunun cavabı var. Gələcəkdə olan hadisə indi icmalı şəkildə də var. Gələcəkdə olan hadisə indi icmalı şəkildə də var. Nə deməkdir bu? Rahat dillə deyirəm sizə. Qızılgül öncə nədir? Qızılgül toxumdur. Toxum həmən toxum. Potensial nədir? Qızılgüldür. Bağban toxuma baxır, nə deyir? Bu qızılgül olacaq. Həmən o təfsilat icmal şəkildə nədə var? Toxumda var. Sabahın hadisələri icmal şəkildə bugündə var.